Salam əziz müəllimlər, hər vaxtınız xeyir olsun. Mən Zəhra Əhmədova. Aprel və may aylarında Naxçıvan Muxtar Respublikasında təşkil olunacaq ibtidai sertifikasiyada iştirak edəcək müəllimlərə Azərbaycan dilindən qəbul tipli sualın izahını təqdim edirəm. Əziz müəllimlər, izaha keçməmişdən əvvəl nəzərinizə çatdırım ki, əgər siz də Naxçıvan müəllimisinizsə, o zaman Naxçıvan müəllimləri üçün yaradılmış onlayn ödənişli, sırf sertifikasiya çərçivə sənədi əsasında təşkil olunan sınaqlar qrupumuza qoşula bilərsiniz. Əziz müəllimlər, sınaqlar qrupumuz haqqında məlumat əldə etmək istəyirsinizsə, 050 505 1246 nömrəsinin WhatsApp-na yazaraq qeydiyyatdan keçə bilərsiniz. Qeyd edim ki, bu qrup sırf ibtidai sertifikasiyaya hazırlaşan Naxçıvan müəllimləri üçündür. Bu qrupa qoşulmaqla yalnız bir dəfə ödəniş etməklə hər gün qəbul tipli sertifikasiya səviyyəli suallar və baza sualları işləyəcək, eyni zamanda onların hər birinin geniş şəkildə izahını görmüş olacaqsınız. Qeyd edim ki, sınaq qrupumuz haqqında çox məlumat vermək olar, vaxtınızı almaq istəmirəm. Əgər qruplara qoşulmaq istəyirsinizsə, əlaqə nömrəmizə yazıb qeydiyyatdan keçə bilərsiniz. İndi isə gəlin həmin qrup üçün hazırladığımız 20 suallıq sınağın ikinci sualına baxaq. Sual belədir. Aldığı zərbədən qolunun yuxarı hissəsi şişmişdir cümləsində fərqləndirilmiş sözlə bağlı hansı fikir yanlışdır? Müəllimlər, fərqləndirilmiş söz hansıdır? Qolunun sözü. Amonimdir? Bəli, qol sözü amonimdir. İnsanın qolu bədən üzvü kimi, qol imza mənasında, qol futbolda eşitdiyimiz qol mənasında. Bəli, amonimdir. Ümumişlək sözdür, bəli. Mənası hər kəs tərəfindən başa düşülürsə, deməli bu söz ümumişlək sözdür. Aldığı zərbədən qolunun yuxarı hissəsi şişmişdir. Bu cümlədəki qolun siz insanın bədən üzvü olduğunu rahatlıqla anlaya bildiniz. Deməli, ümumişləkdir. Beyni də çıxırıq. Çünki bizdən yanlışı soruşur. Çoxmənalı söz kimi də işlənə bilər, bəli. Məsələn, çayın qolu. Əsas məna ilə bağlılıq zəruri şərtdir çoxmənalı sözlərdə və ən əsası da əgər bir sözü məcazi mənada işlədə biliriksə, deməli o söz çoxmənalı sözdür. Çayın qolu deyə bilirik, bəli. Məcazi mənadadır, bəli. Deməli, buradakı qol sözü çoxmənalı sözdür. C-ni də çıxırıq. Həm leksik, həm qrammatik məna daşıyır. Bəli, qol sözü əsas nitq hissəsidir. Əsas nitq hissələrində həm leksik mənası var, həm də qrammatik mənası var. D də doğrudur. Cavab olur E variantı. Sözü hissələrinə ayırıb mənasını izah etmək olar. Yadınıza gəlirsə, leksikologiya bölməsinə aid ödənişli canlılarımda və yaxud da ki, ödənişli dərslərimdə İlk nəyi vurğulayıram? Sözün leksik mənasını 4 dənə yolla izah etmək olar. Bu 4 müxtəlif yolun içərisində nə də var? Sözü hissələrinə ayırıb mənasını izah etmək. Amma orada dəfələrlə vurğulayıram ki, bütün sözləri hissələrə ayırıb mənasını izah etmək olmaz. Düzəltmə və mürəkkəb sözləri hissələrə ayırıb mənasını izah etmək olar. Yəni, sözün leksik mənasını izah etməkdən ötürü bizim 4 dənə müxtəlif yolumuz var. O 4 müxtəlif yoldan da biri odur ki, sözü hissələrə ayırıb mənasını izah eləmək. Amma hər sözü yox. Düzəltmə və mürəkkəb sözü. Qolunun sözü sadə sözdür. Sadə sözü hissələrə ayırıb mən necə onun mənasını izah edə bilərəm? Təbii ki, etmək olmaz. Deməli, E variantı yanlış variantdır. Əziz müəllimlər, bir daha qeyd edim ki, sırf Naxçıvanda təşkil olunacaq ibtidai sertifikasiyada iştirak edəcək müəllimlərimiz üçün möhtəşəm sınaq qruplarımız mövcuddur. Sınaq qruplarımıza qoşulan müəllimlərə ödənişli canlı dərslərimiz ödənişli şəkildə göndəriləcək. Mətnlər, bütün Naxçıvan müəllimlərinə işlətdiyim sınaqlar, hər biri dərs qruplarımızda nə görürsünüzsə, hamısını sınaqlar qrupumuza da hədiyyə edəcəyik. Yalnız bir dəfə ödəniş ödəməklə sınaqlar qrupumuza qeydiyyatdan keçə bilərsiniz. Artıq 5 gündür ki, sınaqlar qrupumuzla başlamışıq. 050 505 1246 nömrəsini WhatsApp-na yazıb
qeydiyyatdan keçə və yaxud da əlavə məlumat əldə edə bilərsiniz. Sağ olun.